Salam əziz və dəyərli müştərilər, salamlayıram sizi Kars Ailəvi restoranından. Bugün ayın 5-i dekabr 2025-ci il. Sizə bugün maraqlı təamlarımızı təqdim edirəm. Yaxşı yanmağına baxmayaraq biz yeni öz fəaliyyətimizdəyik. Buyurun, gəlin bura. Burada şapalaqlarımızdır sazın içində. Burada düz 15 dənə şapalaq var, 15 dənə. Uzaqdan götür çəkilir. Daşımız yanır hazır vəziyyətdə, smavarlarımız qaynayır. Mangalımız istidir, kebablarımız hamısı göz qabağındadır. Baxa bilərsiniz. Nə kebabı istəsəz var, nə kebabı istəsəz. Keçdik buradan qazan yeməklərimizə. Burada bizim qəşəng vişnəli can ətimiz var. Para əli üstündə təzə sveci yeməklər damlısı. Quzu qovurması var, nar soğanda. Burada qaz qovurması var, heyva şabalıqda. Damaşlı duşonka öz sokunda. Göbələkli can əti. Bəh. Küftə bozbaş, əsl bu havanın yeməyidir. Burada çölməmiz var bu vəziyyətdə. Şirəli çəpişimizdir, zirizlə pişib, şirəli çəpiş. Hinduşkadır, çığırtmasıdır hinduşkanın. Hamısı sveci. Burada da quzu buğlamamız var. Ünvan Dökbatanda Kars Ailəvi restoranı 7-24 qulluğuzdayıq. Buyurub gələ bilərsiniz.